Hüseyin müəllim, mənim sizdən şəxsi söhbətim var. Olar ki, bu çıxsın. İlkin bəy, mən köməkçimdən heç nə gizlətmirəm, rahat danışa bilərsiniz. Hə, olsun. Mən Hüseyin müəllim, işdən çıxıram, şirkətlə yollarımı ayırıram. Bəs əgər mən desəm ki, bu aydan etibarən hər bir əməkdaşın maaşı 100% artırılacaq? Gözəl təşəbbüsdür Hüseyin müəllim. Amma mən özümə yeni şirkət açıram. 200 min dollarlıq investisiya ayrılıb, özümə də yüksək məvacib qarşılığında etibarlı işlər axtarıram. Soğurlar. Amma bunu da bilin ki, ilin sonunda hər bir əməkdaş 20 min manat premiya alacaqdır. 20 min nədir ki Hüseyin müəllim? Bizim şirkətdə işləyən hər bir əməkdaş ilin sonunda yepyeni avtomobillə təmin olunacaq. Özünüz bilərsiniz. Lakin bu ayın sonuna qədər əməkdaşlar arasından özümə bir şərik seçəcəm. Düzdür, bilmirəm elə o hansı əməkdaşdır. Amma bu ayın nəticələrindən asılı Hüseyin olacaq. müəllim, mən bunu demək istəmirdim. Amma siz məni vadar elədiniz. Bizim şirkətdə hər bir əməkdaşa nahar yeməyi pulsuz olacaq. Özü peruftarı. Hüseyin, mən işdən çıxıram. Bu nə cürətli müdürlə belə danışırsan? Utanmırsan sən? Yaxşı eləyirəm. 5 milyon olmuşam lotereyadan. Gəlirəm dincələm.